Bakının Sovetski məhəlləsində bu günlərdə yenə gecə-gündüz söküntü işləri gedir. Künc-bucaqda dayanan sakinlər isə uşaqlıq xatirələrinin bağlı olduğu binaların necə uçurulduğuna baxırlar. Növbənin onlara da çatacağını bilərək. Cəmaatın fağır-mağırın qapısını döyürlər. Hə, indi də. Qaçırdılar. İndi də. O qonşu var, bir advokat tutacaq. Kim ki çatır alırlar. Satmayan kimi də qorxu-qorxla. Satmayan da nətər içəri qaldı cəmaat. Elə də qalacaq vəssalam. Bakının Yasamal rayonundakı Sovetski məhəlləsi İçəri şəhərin davamı olaraq tanınır və Bayır şəhəri adlandırılır. Burada yaşı 100 ildən çox olan tarixi binalar, hamamlar, muzeylər var. Məsələn, bir əsrdən çox yaşı olan bu məscidin yanındakı ev kimi. Dava olanda atışırlar. Mənim ulu babam da Ağdadaş. Burada atışıblar, güllələr yerini də göstərir üstəmə. Gəl ki, qoçular birləşirlər, qoruyublar şəhəri. Bu uşaqlığımız burada keçirdir. Bunu hər daşı, hər bir yerimizin şirindir. İndi burada harası gedirsən, o dəhşət bir şey. Bir ki, hansısa bir adıya atırlar səni. Zahidə Əzizova Bayır şəhəri qoruyaq təşəbbüs qrupunun rəhbəridir. O, söküntü işləri başlayandan Səksəkədə yaşayır, tarixi binaların keşiyini çəkir. İxtisasca hüquqşünas olan Zahidə Əzizova təqaüdə çıxsa da indi missiyam Sovetskini qorumaqda deyir. O, 300-ə yaxın sakindən imza toplamaqda iştirak edib, prezidentə məktub yazıb, nazirliklərə, bütün rəsmi qurumlara şikayətlər göndərib. Amma deyir, nəticəsi yoxdur. Evlərdə işləyən, ev təmizləyicilərdən, simişka satandan, hər şeydən vergi tutulur və bu verginin puludur, büdcənin pulu və bu büdcədən siz təmir eləmişsiniz. Amma indi də gəlmişsiniz, təmir olunan evləri sökürsünüz, adını da qoyursunuz qəzalı vəziyyətdə. Mən sual vermişəm mətbuat vasitəsilə, açıqlama vermirlər. Deyirəm, əgər evlər qəzalı idisə, niyə təmir elədiniz? Büdcənin pulunu niyə sərf elədiniz? Zahidə Əzizovanın dediyinə görə insanlara təzyiq etmək məqsədi ilə xəbərdarlıq edilmədən qaz, işıq, su kəsilir. Evi ondan xəbərsiz sökülər deyə uzaq yerə gedə bilməyənlər var. Deyir, ərazidə naməlum şəxslər aktiv sakinləri izləyir, evlərini kameraya çəkir. Zahidə Əzizova son bir neçə ayın belə keçdiyini söylüyor. Gəlmişsən, qapını döydün, evdə olmadıq. Sən sabah deyə bilərdin ki, mən səhv gəlmişdim, ünvan. Amma bu kameraları çəkməyinizin anlamı nədir? Bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətindən bildirilib ki, ancaq şəhərin görkəminə xələl gətirən binalar sökülür və bu proses tarixi binalara zərər vermir.